Fit səslənir, oyun başladı. Şamaxı Qəbələ maçı 17-ci turun 3-cü oyunu. Meydan mərkəzində tərəflərdən hansı ələ alacaq? Qəbələ bunu bacardı və ilk hücum cəhdi irəli ötürmə, zərbə və Ricardo Fernandes dərhal iş başında oyunun əvvəlində və zədələnir hətta. Zədəsi bahasına komandasını xilas etdi. Ricardo Fernandes artıq ayaq üstə qalxıb, baxırıq epizodun təkrarına, Akinada offside-da deyildi və burada səhvə yol verdi. Onun qarşısını ala bilmədi Şamaxı müdafiəçilərindən biri. Bu çox təhlükəli və yaxşı bir kombinasiya idi bu. Şamaxı futbolçunun ifasında daha bir hücum. Turkoviano ötürmə sahasına Rafael yerli ötürmə, Turkovyanonun zərbəsi top qapıdan yan keçir. Boşluq tapır rəqib müdafiəsində. Baxın, burada Rafael Məhərrəmli çox ağıllı oynadı. Turkovyanonun yaxşı mövqedə olduğunu gördü, topu ona ötürdü, amma burada Turkoviano'ya əngəl törədən Qəbələ futbolcusu var idi və Rumıniya futbolcu istədiyi zərbə indirə bilmədi. Burada Musayev səhvə yol verir, Karem Rossi'nin pressingi. Öz bəhrəsini verdi Rossi. Rossi ötürmə yerlə. Turkoviano, Musanga, bir qədər geriyə Turkoviano zərbəli kaşıt və top qapının üstündən keçir. Yeni də Şamaxı hesabı açmağa yaxın oldu 24-cü dəqiqədə. Masumo. Akinada saxladı topu Ovusu'ya. Ovusu'nun zərbə. Və top meydanı tərk edir. Son toxunuş Şamaxı futbolçularına. Artıq Qəbələ də hücumda öz dişini göstərməyə başladı. Bunlardı bu arada Masumo'nun zərbəsi və ikinci cəhd gol! Qəbələ hesabı açır. İlk hissənin son dəqiqəsində Domi Masumo iki cəhddən Şamaxı'nın qapısına yol tapa bildi. Bir anlıq çaşqınlıq Şamaxı müdafiəsində və nəticədə Qəbələ reaksiyası hələ ki heç ifadə etmir. Uzun ötürməkləri, top uğrunda mübarizə. İlk cəhdə topu uzalaşdırdı Şamaxı müdafiəçilər. Daha sonra Akinada top çatır. Səhvə yol verir burada Cezar Enrique. Masumo əvvəlci Ricardo Fernandes'in başı üzərindən topu qapıya göndərməyə çalışdı. Alınmadı ikinci cəhdə isə artıq boş qalan qapını dəqiq nişan aldı. Burada bir qədər əlbəttə ki Masumo'nun bəxti də gətirdi ki top düz ayağına qayıtdı. İşarə verildi. Şahin Şahniyarovun ötürməsi cərimə meydançasına. Başla zərbə və gol! 2-0. İsa Kamoa Qəbələnin ikinci golunu vurur. Geri çatda yerdə qalan Şamaxı futbolcusu var idi. Bu yəqin ki, hələ müzakirə olunacaq var otağında, amma offside ilə bağlı hər hansı bir şübhə yaranmayacaq düşünürəm. Amma düzgün vəziyyətdə idi və başla da qarşısına alınmaz dəqiq zərbə indirdi. Hətta başla deyil, çiyinlə zərbə indirdi amma. 0-2. Oyun ərzində, ilk hissə ərzində daha çox hücum edən, daha təhlükəli hücumlar təşkil edən Şamaxı idi sanki. Qola daha yaxın olan tərəf idi, amma Qəbələ. Baxaq təkrara burada. Şamaxı futbolcularından kim idi yerdə qalan? Apolinario idi. Akinada ilə. Rossi. Sağa çevirir. Diogo Balao. Rafael sağ cinahda. Ötürməsi qapı qarşısına. Ön dirək qapıya zərbə və inanılmaz bir vəziyyət. İnanılmaz bir vəziyyət. Musanga topu qapıya göndərə bilmədi. Düzdür, Musanga offside-da idi. Amma top qapıya gedirdimi? Toxunuş edə bilmədi və eyni zamanda offside-a səbəb oldu. Baxaq təkrara. Musanga offside-dədir bu öz yerində, amma deyəsən Musanga qolun qarşısını aldı. Bəli, Alfons Musanga qolun qarşısını aldı. Cezar Enrique. Edgar Dirxan və əla ötürmə. Şaybun zərbəsi və son anda Kunde. Şaybu fərqlənə bilmədi. İkinci nöqtəsindən ötürməyə qapı qarşısına başla zərbə. Şaybun önünə düşür top. Abdullah Şaybu gözlük komanda yoldaşlarını çəkdi sağına. Zərbəsi indirdi, top qapının üstündən keçdi. Çox təhlükəli bir hücum Şamaxıdan. Sabit komandasına qarşı oyunda fərqlənməyə çox yaxın oldu. Bax bu epizodda. Ötən mövsüm Qəbələnin Premyer Liqa vəsiqə qazanmasında Abdullah Şaybunda kifayət qədər böyük rolu olub. Arxadan basımın ixtiyarında. Oruç Məmmədov yaxşı mübarizə apardı. Oruç sağına çəkdi. Zərbəsi müdafiəçilərdən qayıdır.
Massumu topu indirdi. Şahin Şahniyarov önü boş, irəleme imkanı var. Ara ötürməsi Akinadi qapıcı təpədə çıxa bilər. Akinadi! 3-0! Qəbələ 3-cü qolu vurur və bununla da bəlkə də bütün suallar artıq bu maçda aydınlıq gətirir. Buna qədər Kəpəzlə maçda da 3-0 hesablı qələbə qazanmışdılar, unutmayaq. Və ofsayd da çox güman ki yox idi hər halda. İlk baxışdan beri görünür. Hər halda var otağında yoxlanılacaq. Akinadi çox soyuqqanlı şəkildə Ricardo Fernandes'lə dueldən qalib çıxdı və ilk rəsmi oyununda ilk qolunu vurur Qəbələ forması ilə. İsmail Akinadi. Çıxmasından sonra Antonio Laradan qapı qarşısına Rossi başla zərbə. Rüfət Abbas cərimə zərbəsini yerinə yetirir. Eşqin Əhmədov qarşıladı. Daha bir əks hücum şansı var Qəbələ futbolçularında. Paulo Kimbilla. Kimbilla sıyrıldı, rəqibindən ötürməsini verir və Qəbələ 4-cü qolu vurar. Vurur. 4-0. 4-0. Qəbələ Ziya Şəkərxanovla 4-cü qolu vurdu. Yox, bu Fərid İskəndərovdur, özür istəyirəm. 22 nömrəli gənc yetirmə Fərid İskəndərov Ricardo Fernandes'lə 4-0'lıq üstünlüğü əldə edir. Paulo Kimbilla burada xəsislik etmədi. Çox gözə ötürmə verdi Fərid İskəndərova. Fərid qapıcını aldatdı və boş qapını dəqiq nişan aldı. Bravo Fərid! Fərid! Mövsümdə ilk dəfə 4 qol vurur. Qəbələ çox inamlı qələbə qazanır Şamaxı səfərində. Və bu da finaldır. Şamaxı 0, Qəbələ 4. 17-ci turun oyununda qeydə alınan gözlənilməz nəticə. Şamaxı mövsümdə 3-cü qələbəsini qazandı.